Vaxtınız xeyir dəyərli izləyicilər. Bugün mən sizə Düz Neapol dairəsində 9 mərtəbəli Kiev proyektli binada orta blokda yerləşən 4 otaqlı bir mənzil təqdim edirəm. Mənzilimiz 4 otaqdan 5 otağa düzəlmə edilib. Zəif təmirli mənzildir. Hal-hazırda biz mənzilin giriş hol hissəsində dayanmışıq. Bura bizim giriş qapımızdır. Giriş qapısından sol istiqamətdə, işıqları yandıraq, sol istiqamətdə bizim zal qonaq otağı yerləşir. Qonaq otağının görüntüsü birbaşa olaraq Neapol dairəsinədir. Yüngül kosmetik təmir edib də yaşamaq olar, köklü təmir etmək də olar. Keçid alaq mətbəx və onun qarşısında bir otağa. Bura yəni bir otaq sayılır. Düzəlmə olan hissəsi buradır. Bura əslində mətbəx olub, sonradan mətbəx keçirilib eyvana. Buranı bir otaq kimi istifadə edirlər. Uşaq yataq otağı kimi də istifadə etmək olar və yaxud da ki, 4 otaq qanuni olaraq da saxlayıb mətbəxi yerinə qaytara bilərsiniz. Bu zövqdən və istəkdən asılı olaraq dəyişir və burada bizim çox geniş bir eyvanımız var. İstilik sistemimiz kombidir, qazı suyu işığı daimidir. Əla yeri var. Metroya piyada məsafədədir. Bura isə bizim yataq otağımızdır dəyərli izləyicilər. Ümumilikdə 3 yataq otağı var. Bura birinci yataq otağımız. Sayısı normaldır. İkinci yataq otağımız, bunun sayəsi digərindən daha böyükdür. Bu eyvana açılır görüntüsü. Və üçüncü uşaq yataq otağımız. Bunun da qarşısında eyvan var. Yer çəkən mənzildir. Yəni skvaznoy mənzildir. Hamam sanitar qovşağına baxaq, ayrı-ayrılıqdadır. Bura sanitar qovşaq və digər istiqamətdə isə hamam otağımız yerləşir. Dəyərli izləyicilər, məlumatları yenidən sizlərə təqdim edirəm. Bütün otaqlara nəzər keçirdik, hamısına baxdıq. İndi isə məlumatları yenidən təqdim edim sizlərə. Neapol dairəsində yerləşən bu 9 mərtəbəli Kiev proyektində olan mənzilimiz 4 otaqdan 5 otağa düzəlmə edilib. Zəif təmirli mənzildir və qiyməti çox münasibdir. Dəyərli izləyicilər, bu mənzilin start ilkin dəyəri 182.000 manat təşkil edir. Orta blokda yerləşir və orta mərtəbədə yerləşir. Əlavə məlumat üçün 070 305 22 22 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Burada isə bizim kladovka, saxlanıc otağı belə deyək yerləşir. Bunu sonda təqdim elədim. Çox sağ olun bizi izlədiyiniz üçün.